Prezident İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinin açılışında iştirak edib. Dəmir Yolu vağzalı gündəlik 800 min nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Dövlət başçısı Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çox funksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub. Burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb. Kəngərli kəndində klub icma mərkəzində yaradılan şəraitlə də tanışlıq olub. 2 mərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib. 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışa qədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur. Kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək. Kəngərli kənd körpələr evi uşaq bağçasının da açılışı olub. Müasir standartlara uyğun inşa edilən 120 yerlik körpələr evi uşaq bağçasında azyaşlıların təlim tərbiyəsi ilə məşğul olmaq, onların sağlam və mənəvi fiziki mühitdə yetişmələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Ağdam Muğam mərkəzinin açılışında iştirak ediblər. Mərkəzdə kafe, kinozal, kitabxana və 2 rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində mühüm rol oynayacaq.